Bugün sizlərlə RFM-in 7-ci siniflər üçün yarım final mərhələsinin testlərinə baxırıq. Birinci sualda kimyəvi formulların molekul modellərinə baxaq. Birincidə biz görürük ki, bir karbonun ətrafında 4 hidrogen var. Bu bizim üçün B variantı uyğundur. Çünki B variantında bir karbonun ətrafında, yəni bir elementin, atomun ətrafında cəmi 4 hidrogen atomu yerləşmişdir. İkincidə karbon qazının bizə kimyəvi formulu verilmişdir. Karbon qazında da cəmi 3 atom var və biz burada baxırıq ki, bizə cəmi 3 atom olan C variantında doğru verilmişdir. Üçüncüdə isə amonyak molekulunda cəmi 4 atom olduğu üçün A variantı uyğun gəlir. Deməli, cavabımız B variantı doğrudur. Növbəti testə baxırıq. İkincidə bizə metallar və qeyri-metalları müəyyən edin deyilir. A variantında dəmir və mis metal, B variantında və A variantın ikinci hissəsində karbon və azot qeyri-metaldır. Yəni A variantı doğru cavabdır. Üçüncüdə verilmiş nüvə ətrafında elektron paylanmasını müəyyən edin. Biz bilirik ki, atomda elektron və proton sayları bir-birinə bərabərdir. Yəni, əgər bizim burada 4 protonumuz varsa, deməli 4 elektronumuz mövcuddur. Deməli, atom nüvəsinin ətrafında 4 elektron olmalıdır. Və bildiyimiz kimi, birinci təbəqədə yalnız 2 elektron yerləşə bilər, ikinci təbəqədə isə cəmi 8 elektron yerləşə bilər. Deməli, atomun ətrafında 2 təbəqə var. Birinci təbəqədə 2, 4 olduğu üçün elektron, ikincidə də 4 olacaq. Yəni, D variantı doğrudur. Dördüncü suala baxırıq. Kristallaşdırma üsulu ilə hansını ayırmaq olar? Biz bilirik ki, kristallaşdırma üsulu ilə elə qarışıqları ayırmalıyıq ki, temperaturun təsirindən qarışığın tərkibi dəyişməsin. Yəni, buxarlandırma ilə almaq əlverişli olmasın. Ona görə kristallaşdırma ilə şəkərlə suyu, buxarlandırma ilə xörək duzu suyu, süzmə üsulu ilə isə qum və suyu ayırmaq mümkündür. Keçirik növbəti sualımıza. Növbəti sualda 5-ci sualdır. Kimyəvi hadisəni müəyyən edin. Biz demişik ki, kimyəvi hadisə zamanı mütləq yeni maddə əmələ gəlməlidir. Havadan azotu alıramsa, burada yeni maddə almıram. Onsuz da havanın içində azot var idi. Qumun su ilə qarışıqda qumun ayrılması, ümumiyyətlə ayrılma üsulları hamısı fiziki hadisə hesab olunur. Buzun əriməsində sadəcə aqreqat hal dəyişir, tərkib dəyişmir. Amma sudan oksigen alıramsa, mən artıq yeni bir maddə almış hesab olunuram. Keçək növbəti suala. Dəqiqə. 6-cı sualda bizə deməli iyonlar haqqında olan bir sualdır. Baxırıq. Bizə deyir ki, ifadələri müəyyən edin doğruları. Bizə verib iyon, anion və yükü verib. Baxaq, X-in baxırıq ki, bizdə proton sayı A çıxılsın 2, elektron sayı isə A-dır. Yəni, bunun elektron sayı proton sayından 2 vahid çoxdur. Elektron çox olduqda, deməli, mənfi yükü iyona çevrilir, anion olur. Yəni, X anion hələ ki düzdür. Amma 2 vahid çox olduğu üçün yükü mənfi 2 olmalıydı, mənfi 1 yox. Keçirik B variantına. Y deyir katyondur. Baxaq, Y-in elektron sayı A, proton sayı A üstəgəl 1. Və həqiqətən protonu 1 vahid elektrondan artıqdır. Katyon müsbət yüklü iyondur və 1 vahid olduğu üçün də müsbət 1-lə işarə edə bilərik. Yəni, B variantı doğrudur. 7-ci suala baxıram. Metanın yanma reaksiyasının söz tənini müəyyən edin. Yanma reaksiyasında metan üstə gəlsin oksigen, yəni oksigen qazının iştirakı ilə baş verir və nəticədə karbon qazı və suyun əmələ gəlməsi ilə baş verir. C variantı doğrudur. Keçirik 8-ci sualda. Şəkər molekulunda olan atomları etil spirti molekulunun atomlarla topladıqda. Şagirdimiz burada şəkər molekulunun formulunu yazıb. 12H22O11 formuluna malikdir. Və etil spirtini də burada qeyd edib. C2H5OH. Və bunları topladıqda ümumi karbon sayımız 14, hidrogen sayımız 28, oksigen sayımız isə 12 olacaqdır. Və daha sonra bunları ixtisar edirik. 2-yə ixtisar gedəndə 7, 14 və 6 nisbətində kimi alırıq. Yəni, C variantı doğrudur. Keçirik növbəti 9-cu suala.
9-cu sual distillə üsulu bizə verilibdir. Biz bilirik ki, distillə üsulu iki cür olur: sadə distillə və fraksiyalı distillə. Fraksiyalı distillədə bu kalon hissədə, yəni bu verilmiş kolba hissədə şüşə qırıntıları olmalı idi. Amma biz burada görürük ki, şüşə qırıntılarımız mövcud deyil. Yəni yoxdur burada şüşə qırıntıları. Ona görə bu sadə distillə üsuluna aid ediləcəkdir. Yəni etil spirti ilə su qarışığını biz burada atdıq. Və sadə distillə üsulunun əsas məqsədi nədir? Dəniz suyundan saf suyun alınması, yəni duzlu sudan suyun təmiz ayrılması üçün istifadə olunan üsuldur. Yəni B variantı doğrudur. Keçirik 10-cu suala. 10-cu sualda verilmiş atom modellərinə əsasən doğru olan ifadələri müəyyən edin. Gəlin baxaq testə. Deməli, testdə deyir ki, verilmiş modelləri fərqli kimyəvi elementlərə aiddir, çünki nüvələrində neytron sayı fərqlidir. Biz demişik ki, ümumiyyətlə atomun göstəricisi nədir uşaqlar? Proton sayı. Hər ikisinin proton sayı eyni olduğuna görə bunlar fərqli kimyəvi element ola bilməz. A variantı getdi. Birinci atomun kütlə ədədi ikinci atom kütlə ədədinə bərabərdir. Kütlə ədədi biz bilirik ki, proton və neytronun toplamasından əmələ gəlir. Deməli, bizdə 6 proton, 6 elektron 12, burada isə 6 proton, 8 neytron 14. Yəni, bərabər ola bilməz. Bu halda getdi B variantı da. C variantına baxırıq. Hər iki atomun neytron sayı fərqli olduğu üçün onların nüvə yükü fərqlidir. Biz bilirik ki, nüvə yükü protonla ölçülür. Yəni, neytron fərqli olsa da nüvələrin yükünə təsir göstərməyəcək. Neytronlar yüksüz hissəciklərdir. Qaldı D variantı. Verilmiş modellər eyni kimyəvi elementə aiddir, çünki nüvələrin proton sayları eynidir. Bəli, hər ikisində 6 proton olduğu üçün cavab doğrudur. D variantı doğru cavabdır. Keçirik növbəti suala. Növbəti sualımızda bir dəqiqə. 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, iyonlar verilib, bizə proton sayları verilibdir bu iyonların. Baxıram. Mənim A iyonumunda 13 proton var və A-nın yükü müsbət 3-dür. Müsbət 3 isə deməli bunun elektron sayı 10-a bərabərdir. Və elektron sayı içində x minus nə yazılıb? 5. Onda biz buradan x-imizin qiymətini 15 tapa bilərik. X-imiz 15 olan kimi B-ninki də x üstə gəlsin 18 olur. Və deməli B mənfi iyonunun 18 elektronu varsa, yəni birini qəbul edib 18 olub, əvvəl neçə imiş? 17. Deməli A variantı doğrudur, 17-dir. Testin cavabı A variantı edir. 12-ci suala baxaq. A qabında olan duzlu su qızdırılır, qurğuda gedən proses üçün hansı ifadə doğru deyil? Deməli, B qabına saf su dolur. Bəli, düzdür. Buxar qızdırırıq. Qızdırılanda su buxarlanır və buradan gəlir, buzlu sudan yenidən kondensasiya edərək suya çevrilir. Buzlu suyun məqsədi su buxarını kondensləşdirməkdir. Bəli, indicə qeyd etdik. Qurğuda həm buxarlanma, həm də kondensləşmə baş verir. Bəli, bu hissədə buxarlanma oldu, bu hissədə kondensləşmə oldu. Proses başa çatdıqda A qabında heç bir maddə qalmır. Bu ifadə artıq yanlışdır. Çünki biz suyumuz getdi, duzumuz burada qabın içərisində qalacaqdır. Keçirik növbəti suala. Bir dəqiqə. 13-cü sual bizə kimyəvi birləşmə və qarışıqlar haqqında olan sualdır. Bizə birinci deyir ki, fiziki üsulla tərkib hissələrinə ayrılır. Biz bilirik ki, qarışıqlar fiziki üsuldan, kimyəvi birləşmələr isə kimyəvi üsuldandır. Deməli, A qarışıqlara aid edildi. Tərkibi kimyəvi formulla ifadə olunur. Bəli, biz birləşmələri kimyəvi formulla ifadə edirik. Tərkibində ən azı 2 müxtəlif atom olur. Bu həm deməli hər ikisinə aid ola bilər, həm qarışıqlara aid ola bilər, həm də kimyəvi birləşmələrə. Yəni C ortadadır. Əmələ gəldikdə başlanğıc maddələr öz xassəsini saxlayır. Bu qarışıqlara aiddir. C də buradaydı. Əmələ gəldikdə başlanğıc maddələr öz xassəsini itirir. Bu isə kimyəvi birləşməyə aiddir. A variantı doğru cavabdır. Keçirik növbəti testə. Növbəti testdə nə verilib?
məhlullara aid bir sualdır. Müəyyən temperaturda 18 qram xörək duzu 50 milli suda həll edilmişdir və doymuş məhlul əmələ gəlir. Buna əsasən hansı ifadələr doğrudur? Doymuş məhlul alınır. Birincidə baxıram. Biz bilirik ki, suyun qramı ilə ümumiyyətlə millilitri eynidir. Birincidə 50-dən nəyə gəlib 200-ə? Neçə dəfə artırdılar uşaqlar bunu? 4 dəfə. Demək, mən 18-i də 4 dəfə artırmalıyam doymuş məhlul olması üçün. Deməli, 18-i 4 dəfə artıb 72 alıblar, doğrudur. İkinciyə baxıram. 50-dən 100-ə gəlib. 2 dəfə artmalı idi. Amma 18-i 2 dəfə artıranda biz 36-ya bərabər edirik. Yəni, yanlışdır ikinci. Üçüncüyə baxıram. 50-dən 150-yə gəlib 3 dəfə artıb. 18-i də 3 dəfə artıranda həqiqətən 54 edir və deməli birinci və üçüncü doğru cavabdır. D variantı. Keçirik növbəti testə. 15-ci suala baxaq. 15-ci sualda metallarla bağlı sualdır. Belə bir proses verib, metal kürəni halqadan keçib keçmədiyini yoxlayırlar. Sonra bu kürə bir müddət qızdırılır və ehtiyatla yenidən yoxlanılır. Bizə müəyyən etmək istəyirlər ki, bunlardan hansı birinci, hansı da ikinci prosesdir. Biz bilirik ki, metal temperatur verdikdə, qızdırıldıqda genişlənir. Deməli, birincidən ikinciyə keçirdikdə hansı proses baş verildi? Qızdırılma. Deməli, bu birinci prosesdir. Digəri isə hansı prosesdir? İkinci prosesdir. 1 B halına uyğundur, doğrudur. 2 B halına uyğundur, yanlışdır. Biz dedik ki, B-dən A-ya keçəndə qızdırılma baş verir. Onda A-dan da B-yə keçəndə soyudulma baş verməlidir. Yəni, dördüncü. Cavab D variantı doğrudur. Keçirik növbəti testə. 16-cı sualda hansı maddələrin adı doğru verilmişdir? Birinci sualımızda bizdə CO, yəni dəm qazının kimyəvi formulu verilib, amma karbon qazı yazılır. Deməli, burada yanlışdır. İkinci prosesdə deməli bizə nə verilibdir? Asetonun formuludur. Bəli, ikinci doğrudur. Biz birinci olanları ataq. Deməli, burada A variantı getdi. Dəqiqə yazılmada nəsə problem oldu. A variantı getdi. İkinci asetonun formuludur. Doğrudur. Üçüncü naşatrın spirtinin formuludur. Doğrudur. Dördüncü kalium xlorid yox, kalsium xlorid olmalıydı. Bu yanlışdır. Keçirik növbəti testə. 17-ci suala baxaq. 17-ci sualda xromatoqrafiya üsulu bizdə təsvir edilmişdir və hansı ifadələr doğru yazılıb deyilir. Birinci, baxırıq, A qarışığı B və D-nin qarışığıdır. Baxaq, həqiqətən belədirmi? Bura diqqət edək. A qarışığında bu hissə verilib, 4 dənə hissəcikdir. İndi baxın, uşaqlar, biz B ilə D-ni qarışdırsaq, deməli bizdə bu 3 dənə maddə alınmalıdır. Amma B ilə D-dəki bu hissə eynidir, bu fərqlidir. Amma bizdə burada diqqət eləsək, cəmi 3 dənə müxtəlif maddə olmalı idi. Amma burada bizdə 2 müxtəlif maddə alınır, yəni bu ifadə yanlışdır. Keçirəm B-yə. D qarışığı B və C-nin qarışığıdır. D-də 2 müxtəlif maddə var və B ilə də C qarışsa 3 müxtəlif maddə. Yəni A-nı alardıq da biz burada. Yəni səhv verilib, bunu da düz işarə ediblər. B-ni götürə bilərəm. B saf maddədir. B-də bəli, bir dənə maddədən ibarət olduğuna görə saf maddədir, götürə bilərik. Deməli, B və C doğru işarələnib. Cavabımız D variantıdır. Keçirik növbəti suala. 18-ci sual. X süxuru yer səthində Y süxurunun külək və yağış sularla parçalanmasından alınır. İndi bizə düzənlik ərazilərdə daşınması və tədricən bitki və heyvan qalxan qarışmasından əmələ gəlir. X və Y süxurlarının isə tədricən Z süxuru əmələ gəlir. Burada deməli, X süxuru yer səthində külək vasitəsilə yağışla keçirsə, demək X süxuru çökmədi. Y süxuru isə
burada maqmatik süxurdur, doğrudur və bu süxurlar zaman keçdikcə Z-ə keçirsə, bu metamorfik süxurdur. Yəni A variantı doğrudur. Keçirik növbəti 19-cu suala. Bir dəqiqə. Da testlər biraz qarışıq yerləşib, üzrlüsən. Onu tələsik yazırıq. Bir dəqiqə. Aha. 19-cu suala baxaq. Verilmişdir proseslər üçün hansı ifadə doğrudur? Uşaqlar. Verilmiş proseslər üçün hansı ifadə doğrudur? Birinci prosesdə deyir ki, kimyəvi hadisəni ifadə edir. Birinci prosesdə görürük ki, heç bir kimyəvi reaksiya baş verməyib. Sadəcə maddələr bir-birindən qarışıb. Ona görə birinci ifadə yanlışdır. İkinciyə baxıram ki, ikinci prosesdə artıq maddələr molekulları bir-birindən birləşib yeni maddə əmələ gətirir. Yəni ikinci proses kimyəvi hadisəni ifadə edir, doğrudur. Üçüncüdə ikinci prosesdə fiziki hadisəni ifadə edir, yanlışdır. Birinci prosesdə başlanğıc molekullar istənilən nisbətdə götürmək olar. Bəli, birinci qarışıq əmələ gətirdiyi üçün qarışıqlar istənilən mol nisbətində götürə bilərik. Beşinci deyir, ikinci prosesdə başlanğıc maddələr öz xassəsini itirir. Bəli, çünki artıq burada kimyəvi hadisə baş verib, yeni maddə əmələ gətirib, deməli doğrudur. Hər iki proses zamanı yeni maddə əmələ gəlir, xeyr, birincidə yeni maddə əmələ gəlməyib. A variantı doğrudur. Keçirik növbəti suala. 20-ci sualda bizə deyilir ki, A və xlor deməli 35 və xlor 17 izotopları təbiətdə say nisbəti uyğun olaraq 2-nin 3-ə nisbəti kimi verilmişdir və bu izotopların orta kütlə ədədinin neçə olar? Biz bilirik ki, orta kütlə ədədini hesablamaq üçün saylarını vururuq həmin kütlələrə. 2-ni deməli biz burada vurmalıydıq 35-ə. 2 vurulsun 35 də yazıram. Bir dəqiqə. 2 vurulsun 35 üstə gəlsin 3 vurulsun 37 bölünsün ümumi 2 ilə 3-ün cəminə 5-ə. Və buradan hesablamanı aparaq. 2-ni vurduq 35-ə. Cavabımızda 70 üstə gəlsin. Neysə, bu yazılmada problem yaşanır. Bir dəqiqə uşaqlar. Keçək, bir dəqiqə. Deməli, 2-ni 35-ə vurduq, 70 aldıq buradan. 70 üstə gəlsin. 3-ü vurduq 37-yə. 111 də burada aldıq. 111. Artıq yazılmırdı. Əlimlə yazıram. Biraz səliqəsiz oldu. Üzrlü sayın. 181-i 5-ə bölürük və nəticədə 36 tam onda 2 alırıq. A variantı doğrudur. Keçirik növbəti suala. Növbəti 21-ci sualdır. 21-ci sualda deyir ki, kükürt tozundan bir miqdar sınaq şüşəsinə töküb aşağı hissəsini qızdırırlar və ərinmiş kükürt qaynamağa başladıqda içərisinə soyuq su olan stəkana əlavə edilir. Sonra bu maddə sudan ayırıb açıq havada bir müddət saxlayırlar. Biz bilirik ki, kükürdün 2 allotropik şəkil dəyişməsi var. Kristalik kükürt və plastik kükürt. Kristalik kükürdü qızdırdıqda müəyyən müddətdən sonra plastik kükürdə çevrilir. Yəni onda birinci prosesdə nə baş verir? Kristalik kükürdü qızdırıram, plastik kükürdə çevrilir. Amma burada mənə nə veribdir? Mənə deyir ki, plastik kükürt kristalik kükürdə çevrilir. Deməli birinci yanlışdır. İkinci halda plastik kükürt kristalik kükürdə çevrilir. Bəli, biz plastik kükürt aldıqdan sonra onu müəyyən müddətdən gözlədikdə plastik kükürt davamsızdır. Yenidən kristalik kükürdə çevriləcək. Yəni bu doğrudur. Üçüncü halda, ikinci ifadəmiz doğrudur. Üçüncü halda, birinci halda kövrək maddə alınır. Xeyr, orada bizdə
kövrək maddə alınmayacaqdır. İkinci halda molekulda 8 kükürt atomundan ibarət maddə alınır. Bəli, biz dedik ki, ikinci halda plastik kükürt kristallik kükürdə çevrilir və kristallik kükürt də 8 atomlu bəsit maddə əmələ gətirir. Birinci halda sarı rəngli maddə alınır. Xeyr, əksinə kristallik kükürt plastik kükürdə çevrilir. Kristallik kükürt sarı rəng orada itir. Yəni 1, 2 və 4 doğru cavabdır. C variantı. Keçirik növbəti suala. 21-ci suala baxdıq. 22-ci sualda tapsaq. Burada baxacaq. 22-ci sual. Aha. Gəldik 22-ci suala. 22-ci sualda deyilir ki, İçərisində eyni həcmdə su olan stəkanlara eyni temperaturunda birincisi M qram X mayesi, ikincisi M qram Y5 maddəsi əlavə edilir. Bir müddət sonra stəkanlarda olan görüntü şəkildəki kimi olur. Buna əsasən doğru ifadələri müəyyən edin. Deməli, birinci qabda görürük ki, uşaqlar heç bir proses baş vermədi. Sanki biz məhlula heç nə əlavə eləməmişik. Yəni, necə qarışıq əmələ gətirdi bu? Eyni cinsli. İkincidə isə atırıq və buradan görürük ki, qabarcıqlar çıxır. Yəni, buradan nə ayrılır bizdə? Qaz. Qaz ayrılır. Deməli, birinci qabda heterogen qarışıq əmələ gəlir ifadəsi yanlışdır. Birinci qabda homogen qarışıq əmələ gəldi. İkinci qabda kimyəvi hadisə baş verir. Bəli, qaz ayrıldığı üçün kimyəvi hadisə baş verir. 2 doğrudur. Birinci qabda olan qarışığın kütləsi ikinci qabda olan qarışığın kütləsinə bərabər olur. Məntiqən uşaqlar burada bərabər olmalı idi. Yəni eyni qədər suya eyni qədər maddə əlavə etmişəm. Amma buradan qaz ayrıldığına görə artıq biz bərabər götürə bilmərik. İkinci məhlulun kütləsi birincidən kiçik olmalıdır. Keçirik növbəti suala. Növbəti 23-cü sual. Burada nə deyilir? Müəyyən temperaturda 200 ml suya 595 qram şəkər əlavə edilir və doymuş məhlul alınır. Bir qədər şəkər qabın dibinə çökür. Deməli, qabın dibinə çökürsə, 200 ml su bu şəkəri tam həll etməyib. Bu qarışığı həmin temperaturda 50 ml su əlavə etdikdə homogen doymuş məhlul əmələ gəlir. Deməli, qalan şəkəri də həll etmək üçün 50 ml su lazımdır. Suyun temperaturunu müəyyən edin. Bunun üçün deməli, biz ümumi qarışığı həll etmək üçün 250 qram nə götürdük? Su götürdük. Və 250 qram su götürdüksə, bir dəqiqə, 250 qram su götürdük burada. 250 qramda da nə qədər maddə həll olub? 595 qram maddə həll olub. Və bizə də burada görürsünüz ki, 100 ml verib. Onda hesablayım görüm, 100 ml-də nə qədər həll olmalıdır? Və hesablama nəticəsində alıram ki, 238 qram maddə həll olunub. Və cədvəldən baxıram ki, 238 40 dərəcəyə uyğundur. Demək, cavab C variantı 40 dərəcə doğrudur. Keçirik növbəti suala, 24-cü sual. X və Y-in proton və neytron sayları üçün hansı ifadələr doğrudur? Mən baxıram ki, burada oksigenlərimin sayları eynidir. Yəni, hər ikisində 4 oksigen var. Deməli, neytron sayları oksigenə görə fərqlənmir. X və Y-ə görə fərqlənməlidir. Və neytron sayına da yük təsir etmədiyinə görə X ilə Y-in neytron sayı mütləq bərabər olmalıdır. İndi gəldim elektron sayı. Elektron sayı protonun üzərinə yükü gəlməklə alınır. Deməli, oksigenlərə görə protonlar fərqli deyilsə, X ilə Y-ə görə fərqlidir ki, sanki X-in üstünə elə bil 2 gələndə bərabər olub, Y üstə gəlsin 3-ə. Yəni, onda belə çıxır ki, X-in proton sayı Y-dən çoxdur ki, bu ifadə bərabər ola bilsin. Deməli, B variantı doğru cavabdır. Keçirik sonuncu 25-ci suala. 25-ci sual maraqlı sualdır. Bizə nə deyir burada? 90 qram, 20 dərəcədə 100 ml suda 60 qram maddə həll olunub. 60 dərəcədə 100 ml-də 80 qram maddə həll olunub. Bizə deyir ki, 60 dərəcədə
90 qram doymuş məhlul əmələ gəlib. Mən burada nəyə diqqət edirəm? Mən bilirəm ki, 100 millidən nə qədər maddə həll ola bilər? 80. Elə 100 milli su 100 qram verib, elə bizə sıxlığı da verib. Onda bunlar hansı nisbətdə birləşib uşaqlar? Bunları ixtisar eləsəm, 5-in 4-ə nisbətidir. Onda mən 90-ı da 5-in 4-ə nisbətinə bölüm. Yəni bunun 9-da 5 hissəsi su olacaq. Yəni 90-ın 50-si su olacaq. 40-ı da nə olacaqdı? Maddə olacaq. İndi mən onda bunu 60 dərəcədə bu şəkildədir. 20 dərəcəyə soyudanda mənim deməli burada nəyim dəyişməyəcəkdir? Suyum burada dəyişməyəcəkdir. Çünki 50 olaraq qalacaqdır. İndi mən suyu 50 saxlayıb ümumiyyətlə 20 dərəcədə də hansı şəkildə olmalıdır? Bunu da buradan hesablayaq. 100-ün 60-a. Yəni 50-nin neçə olmalıdır burada? 30-a. Deməli mənim 50-mdə 30 olmalıdır. Amma başlanğıcda 50-mdə nə qədər idi? 40. Onda 60-dan o 20 dərəcəyə düşəndə 40-dan nəyə keçdim? 30-a. Neçə qram maddə çökdü? 10 qram maddə çökdü. C variantı doğrudur. Bugünkü yarım finalın bütün cavablarını qeyd etdik. Ola bilər ki, yəni videonu biraz qısa müddətdə paylaşmaq istədiyim üçün biraz ola bilər bəzi yerlərdə daha geniş toxunmadım və ola bilər video çəkilişində hər hansı bir ifadədə ola bilər ki, bəzən tələskənlik oldu, nəsə bir yanlışlıq oldusa, şərhlərdə qeyd edə bilərsiniz. Və bu yazımız da bu günlük biraz səliqəsiz oldu. Nəzərə alın, bunu çəkilişi tez olsun deyə yolda çəkdim və yazılışda biraz problem ola bilər. Hər birinizə uğurlar. İnşallah növbəti turda görüşərik.